Yəhyanın müjdəsi 5-ci fəsildən bir neçə ayələri oxuyacağam. Bu hadisələrdən sonra Yahudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. Yerusəlimdəki qoyun darvazasının yanında İbranicə Betxasta adlanan 5 eyvanlı bir hovuz var. Bu eyvanlarda çoxlu xəstə, kör, topal və iflic adam yatırdı. 38 il xəstə olan bir adam da orada idi. İsa onun yatdığını görəndə, çoxdan xəstə olduğunu bilərək ondan soruşdu. Sağalmaq istəyirsənmi? Xəstə ona cavab verdi. Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca, başqası məndən əvvəl oraya enir. İsa ona dedi, qalx, döşəyini götür və yeri. O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün şənbə günü idi. Amin.